Recording in progress. Deməli, bugünkü dərsimiz yenə də fizik şəxslərin gəlir vergisi haqqında olacaqdır. Xatırlayırsınızsa, biz keçən dəfəki dərsimizdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı həm dövlət sektorunda və neft-qaz sahəsində olan sektoru, həm də qeyri-neft-qaz sahəsində və qeyri-dövlət sektorunda olan dərəcələr nəzərdən keçirdik. Bugünkü dərsimiz isə bunun davamı mahiyyətində, həm də biraz da praktiki misallarla, möhkəmləndirilmiş şəkildə davam edəcəkdir. Öncədən təkrar xarakterli qeyd edeyim ki, məcbur dövlət sosial sığorta haqqı 25%-dir, 200 manata kimi 3%-dir, işçidən tutulan. 200 manatdan artıq isə işçidə 10%, 200 ilə 8000 arası. Və 8000-dən çox olanda isə yenə təkrar 10%-dir. Bu, hələ ki, bu il üçün, belədir, hal-hazırda. Bəlkə gələn dəyişiləcək, bununla bağlı biz öncədən bir şey deyə bilmərik. Və sığorta edən isə, müəssisə, işə götürən isə yenə 200 manata kimi 22%-ləndir, 200 manatdan artıq isə 15%-ləndir və 11%-ləndir növbəti. 8000 artıq sənin. Bunu bu cür yadda saxlaya bilərsiniz. 3, 10, 10 və yaxud 22, 15, 11. Bu cür. Öncədən deyim ki, bunları çox da belə də ümumən bilsəz kifayətdir. Siz əmək haqqını və ya filan başqa bir hesablamanı aparanda bunu Excel cədvəl formulu yazırsınız. Avtomatik bu məbləği yazanda öz çıxarır. Növbəti dərsimizdə mən bununla bağlı bir Excel cədvəl sizə göstərəcəm. Orada nəzərdən keçirəcəyik. Orada daha rahat başa düşəcəksiniz. Burada biz 101.3-cü maddəsi var. Burada qeyd edilir ki, vergi orqanında uçotda olmayan fizik şəxslərə də xidmət göstərilə bilər. Bu zaman bu muzlu iş hesab edilmir. Nə hesab edilir? Bu, xidmət müqaviləsi əsasında göstərilən bir əməliyyat hesab edilir. Bununla bağlı praktik nümunəni nəzərdən keçirəcəyik. Biz bilirik ki, MDSS dediyimiz məcburi dövlət sosial sığorta haqqı dərəcələri var. Qeyd elədiyimiz 25%. Və əlavə olaraq işçinin əmək haqqısından nə tutulur? İcbari tibbi sığorta tutulur. İcbari tibbi sığorta 2% tutulur. Həm 2% işçidən tutulur, həm də 2% müəssisədən tutulur. Bir də işsizlikdən sosial sığorta var. İşsizlikdən sosial sığorta da yenə bu işsizlikdən sığorta haqqında qanun əsasəndir. Burada qeyd olunur ki, həm sığorta edən, həm müəssisə və işə götürən, həm də sığortanı işçi hər biri əmək haqqından 0.5% həcmində ödəyir. 0.5% həcmində bu qros əmək haqqından, ümumi əmək haqqından tutulmalar nəzərdə tutulur. Bununla bağlı bir praktik nümunəyə baxaq. Deməli, tutaq ki, işçinin ümumi əmək haqqısı 500 manat olarsa, bu zaman aşağıdakı tutulmalar olacaqdır. Tutulma necə olacaq? 200-ün 3% olacaq. Çünki biz orada ifadə elədik ki, 200 manata kimi 3%-dir. 500-dən də 200-ü çıxacaq, vuracaq 10%. 36 manat işçidən tutulacaq. Öncədə deyim ki, bu ödənişlər iki yerdə olur. Həm işçi tərəfindən tutulanlar var, həm də müəssisənin həmin əmək haqqına uyğun olaraq dövlət ödəyədiyi ödənişlər var. İlk öndə fikir versinizsə, bunların qarşısına işçi yazmışam. Deməli, burada 200-ü 3-ə vurur 3%, 200-ə kimi deyil 3% idi. 500-dən 200-ü çıxırıq, onu da 10%-ə vuraq. Deməli, 36 manat MDSS, məcbur dövlət sosial sığorta haqqı işçidən tutulur. Gəlir vergisi nə qədər olur? Gəlir vergisi 500-dən yadda salır, 200 çıxılır, 3-ə vurulur 9 manat. Deyə bilərsiniz, bu 200 manat nədir? 200 manat azad olma məsələsi və qarşıdakı maddədə görəsiniz. 200 manat azad. Bu, o sosial sığorta ilə bağlı olan azad olma deyil. Vergi məcəlləsi 200 manata kimi azad olma verir. Bununla bağlı olan azad olmadır. Ki, 200 manata çıxıb sonra hesablamaq lazımdır. 500-dən 200-ü çıxacaq, vuracaq 3-ə eləyəcək 9 manat. Sonra icbari tibbi sığorta. Bu 2%-dir. 500-ü vursan 2-yə 10 manat bu eləyir.
işçilərin yəni sığortası, yəni işsizlikdən sosial sığorta haqqı 500-ə 0,5 versin 2005 manat edir. Deməli, əmək müqaviləsində işçiyə 500 manat rəsmiləşdirilibsə, işçinin əldə etdiyi yəni kartına köçəcək məbləğ 442 manat 50 qəpik olur. Yəni bunun yəni 47 manat yəni 50 qəpiyi MDSS formasına gəlir vergisi kimi, icbari tibbi sığorta haqqı kimi, işsizlikdən sosial sığorta haqqı kimi dövlət büdcəsinə köçürülür. Təbii ki, bunun işçi özü köçürmür. Nə olur? Müəssisənin özü tutur və dövlət büdcəsinə köçürülür. Növbətidə isə müəssisə yaxşı 500 manat rəsmiləşdirilibsə nə ödəyib? Müəssisə 500 manat rəsmiləşdirilibsə nə ödəyib? Eyni qaydada 222%, bundakı kimi. Üstəgələ 500-dən 200 çıxır, vurur 15%-nə. Bu deyilir 89 manat. 44 manat bu eləyir, 45 manat. 89 manat nə ödəyib? İşsizlikdən sosial sığorta, yox, məcburi MDSS ödəyir. Məcbur dövlət sosial sığorta haqqı ödəyir. Və əlavə olaraq da yenəcə gözü cüt-cütdür. MDSS burada da var, burada da. Bir dənə burada gəlir vergisi yoxdur. Səbəb nədir? Artıq müəssisə də onun bütün işçilərinin onu mənfəət vergisi kimi ödəyir. Yəni o gəlir vergisində demək, mənfəət və 20% mənfəət vergisi ödədiyinə görə bunun işçidən tutun. Ümumi bütün əməliyyatlardan il ərzində gəlirdən xərcin çıxır, 20%-ni ödəyir. Sonra icbari tibbi sığorta eyni qaydada 500 vurur 2-yə 10 manat eləyir. İşsizlik sığortası da 500 vurur 0,5-ə, o deyilir 2,5 manat. Yəni 601 manat cəmi pul eləyir. Niyə? 500 manat işçiyə vermişdi. Özü də əlavə 89 manat ödəyir, 10 manat ödəyir, 2 manat 50 qəpik. Nə qədər? 601 manat 50 qəpik. Yəni müəssisənin ümumi işçi ilə müəssisənin birlikdə dəyərləndirsə, əldə edirik ki, müəssisənin yəni bank hesabından 601 manat 50 qəpik çıxır. Ancaq işçiyə çatır 442 manat 50 qəpik. Təqribən 1/4, yəni 1/4 hara gedir? Gedir. Hətta 1/4-dən də artıq hara gedir? Dövlət büdcəsinə gedir. Yəni 158 manata yaxını, yəni dövlət büdcəsinə gedir. Yəni bu böyük bir rəqəmdir təbii ki. Müəssisənin xərcləri nə olur? Müəssisə yadda saxlayın, bunları müəssisə bunları xərcə silir bilir. Səbəb nədir? Səbəb də odur ki, bunun içində tutulmaları müəssisə xərcə silə bilməz. Bu işsizdən tutulur. Tutulduğuna görə müəssisə öz tərəfindən ödəniləni xərcə silir. Bunlar 500, yəni müəssisə 500 verirsə 500-ün haqq hesabını götürür. 500 buradadır, 89 əlavə edir, 10 manat, cəmi 601 manat xərcə gedir. Bu işçidən tutub, təbii ki, bunun yükümlülüyü müəssisədən tutan, yəni müəssisə işçidən tutub dövlət büdcəsinə ödəyir və bununla bağlı hesabatını da verir. Davam eləyək. Deməli, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən də 14% vergi tutulur. Bunu biləsiniz. Yəni, qeyri-sahibkarlıq fəaliyyəti nə idi? Yadda saxlayın. Biz qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən də 14% vergi tutulur. Qeyri-sahibkarlıq fəaliyyəti nələrdə? Faiz gəlir daxilidir, dividend gəlir daxilidir, royaltidir, icara haqqıdır. Burada öncədən deyim ki, bu qeyri-sahibkarlıq deyim də sırf bu fərdi sahibkarına bağlı olan anlayışdır. Yəni, hüquqi şəxslərdə qeyri-sahibkarlıq fəaliyyəti deyilən bir anlayış yoxdur. Yəni, nə olsa, kommersiya məqsədli oldu, sahibkarlıq fəaliyyəti. Fərdi sahibkarın özü də fiziki şəxs hesab edildiyinə görə bundakı iki yerə bölünür. Yəni, fərdi sahibkarlıq fəaliyyəti, qeyri-sahibkarlıq fəaliyyəti. Yəni, tutaq ki, dividend gəliri olsa, bu fərdi sahibkara görə, fərdi sahibkar nə deməkdir? Vömrə olan fiziki şəxs. Başqa bir müəssisədə də payı var. O zaman dividend gəliri əldə edilirsə də, bu olacaq qeyri-sahibkarlıq fəaliyyətinə gəlir və 14% vergi ödəyəcək. Ancaq
hüquqi şəxs statusunda yaradılan müəssisə isə başqa bir müəssisədə dividend payı olsaydı, gəlir əldə eləsəydi, o 14% ödəməyəcəkdi. O 20% ödəyəcəkdi. Onun işi sırf yəni sahibkarlıq fəaliyyəti. Yəni onda belə sahibkarlıq, qeyri-sahibkarlıq bölgüsü yoxdur. Sahibkarlıq və qeyri-sahibkarlıq bölgüsü sırf fərdi sahibkarla bağlı olan anlayışdır və burada da nəzərdə keçirdiyim 101-ci maddədə sırf yəni fərdi sahibkara aid olan məsələdir. Həmçinin məsəl üçün dividend vergisi 5%-dir, bunu biləsiniz. Yəni 2024-cü ildən artıq 5%-dir. Davam eləyək. Biz yuxarıda qeyd elədik ki, bəzən müəssisə işçi fəaliyyət göstərər, yəni işçi kimi fəaliyyət göstərməz, xidmət müqaviləsi ilə fəaliyyət göstərə bilər. Bu zamanda yuxarıda qeyd elədik ki, 101-ci maddəsində əsasən bu necə həyata keçirilir? Bu zaman ondan 25% sosial sığorta haqqı tutur. Yəni sosial sığorta haqqında qanuna görə, yəni bu o halda olur ki, fiziki şəxslər xidmət müqaviləsində fəaliyyət göstərir, əmək müqaviləsində fəaliyyət göstərmir. Bu zamanda ondan 25% sosial sığorta haqqı tutulur və bu şəxslər, hansı o şəxslər ki, onların da vönü də yoxdur. Vön olsaydı fərdi sahibkar statusu tətbiq edilərdi. Vönü də yoxdur, əmək müqaviləsi də yoxdur və xidmət müqaviləsində fəaliyyət göstərir. Bu zaman nə baş verəcəkdir? Bu zaman hesablama aşağıdakı kimi olacaqdır. Vön olmayan fiziki şəxs tərəfindən 2009 manat dəyərinə xidmət göstərilir. Bu zaman vergi öhdəlikləri necə olacaqdır? 2500-ün 14% hesablanacaq. Deyə bilərsiniz, müəllim, niyə 14% hesablandı, 3% niyə hesablanmadı? Çünki yuxarıda qeyd edilir ki, birinci cədvəl əsasən. Birinci cədvəlimiz hansı idi? Birinci cədvəlimiz o idi ki, onunla bağlı idi ki, o dövlət sektoru ilə bağlı idi və neft-qaz sahəsində fəaliyyət olan sektorla bağlı idi birinci cədvəl. Yəni 2500-də kimi 14%. Ona görə də biz 14% hesablayırıq. Yəni özəl də olsa, onu dövlət sektoruna əsasən nəzərdən keçirilir və 14% ona görə hesablanır. Ona görə 2500-ün 14% eləyir 3500 manat və əlavə olaraq da 2009-da 2500 çıxır, qalıq hissəndə 25%-ə vurur. Cəmi deyilir 450 manat. Bu deməkdir ki, ona 2500 manat, 2900 manat xidmət haqqı hesablanıbsa, onun 450 manatı gedir vergilərə. Həm də 2009-un 25% hesablı 725 manat da gedir ora. Yəni, cəmi bu eləyir 1175 manatı gedir hara. Yəni, təqribən bir 40%-ə yaxını bəlkə də gedir birbaşa dövlət büdcəsinə. Ona görə də bunu niyə belə qoyublar? Bunu ona görə belə qoyublar ki, ya məcbur qalıb vön astırsınlar, ya da əmək müqaviləsi ilə fəaliyyət göstərsinlər. Sonra, hüquqi şəxs yaratmadan, görürsünüz, yazılır, hüquqi şəxs yaratmadan nə deməkdir? Sahibkarlıq fəaliyyətini keçirən fiziki şəxslər, görürsünüz. Hüquqi şəxs yaratmır, ancaq hüquqi şəxs yaratma sahibkarlıq fəaliyyəti bərabərdir fərdi sahibkar deməkdir. Onlar da 20%-ləndir. Yəni, fərdi sahibkar kimi də fəaliyyət göstərsən 20%-dir. Yəni, sənin əsas fəaliyyətin olsa. Həmçinin hüquqi şəxs statusunda da fəaliyyət göstərsən. Tutaq ki, sahibkarlıq fəaliyyəti məşğul olan şəxs məsələn 2017-ci ildə 30 manat gəlir olub. Bu zaman 30 minə vuracaqdır, 20 eləyəcək 6000 manat. Bu 30 manat yəni gəlir deyəndə, yəni mənfəət nəzərdə tutur. Orada yazılıb gəlin əldə odulmasına bağlı xəstə çıxıldıqdan sonra. Yəni demək, tutaq ki, 50 min pul əldə eləsəydi,
qazansaydı, 20.000 xərcə getsəydi, olacaqdı ki, 50.000 çıxsın, məsələn, 20.000 vurulsun, məsəl üçün 20%. Bu deyiləcək yenə 6.000. Sadəcə burada bir dəfə çıxıb yazıb nümunədə. Deməli, vergi məcəlləsinin başqa qanunla hər zaman bağlantısı olur. Bəzən də əksər hallarda da başqa qanunlardan istinad gətirir. Demişdim ki, bu məcəllə yəni ölkənin 3 böyük qanundan biridir. Hansı ki, konstitusiya ilə paralel olaraq, mülki məcəllə paralel olaraq bu iki böyük qanundan biridir. Konstitusiyadan sonra ilk iki qanundan biridir. Burada belə bir məsələ var. Tutaq ki, deyək ki, vergi ödəyicisi kimi vergi konduktunu almayan fizik şəxslər. Məsəl üçün, deyə bilər, nəqsi hesablaşma haqqında qanun var. Biz bunu aciz keçəcəkdə, biz burada o qanunun detalına getmirik. Bizdə düşən nədir? Bir şəxs var, vergi konduktunda deyil və müəyyən mallar var. Nəqsi hesablaşmalar haqqında qanun 3-5 maddəsində göstərilən mallar var. Bu malların təqdim edilməsindən nə deməkdir? Yəni satılmasından əldə edilən gəlirdən 5% dərəcəli vergi tutulur. Nə demək? Bax, tutaq ki, dəmir alanlar. Onlar fizik vergi ödəyicisi kimi uçotda deyirlər. Onlar buradan dəmiri yığırlar. Ərazidən dəmir yığırlar. Aparıb məntəqəyə verəndə, malların təqdim edilməsindən, çünki hansı ki məntəqəyə verirsə, oranın bir yerə verirsə, oranın vönü var. Təbii ki. Bu yığan adamların vönü olmur. Malları verəndə onları vergi məcəlləsi qeyd edir ki, vergi məcəlləsi yanaşması odur ki, bu zaman gəlirlərin əldə edilməsinə xərclər çıxılmadan, yəni nə deməkdir? Sən 1000 manatlıq dəmir yığmısan, aparırsan, 1000 manatlıq versən, yəni bu metalona, yəni dəmir yığma məntəqələrində təbii olan vönlər olur. Verəndə həm qaydanın belə olmalıdır. Sən 5% vergi ödəməlisin. 5%. Yəni bunun 5% yəni vergi məsələn var. Buna görə bunu qoyubdular ki, yəni çünki əvvəllər yox idi bu 5%. Bu 5% sonradan əlavə edildilər. Bu mallara bəs nələr daxildir? Bu hər mala şamil deyil ha. Ki, bir də fikirləşərsiniz ki, biz getdik, bir mal aldıq, satan ki 5% dərəcə. Xeyr. İndi bu mallara nələr daxildir? Ona görə qeyd edilib ki, bu nəqs hesablaşma haqqında qanun 3.5-ci maddəsi nələr daxildir? Baxın, vergi ödəyicisilər tərəfindən vergi ödəyicisi olmayan fizik şəxslərdən aşağıdakı mallar satmalı bilər. Vergi ödəyicisilər kimlərdir? Bu vönlü olan şəxslərdir. Fizik şəxslərdir, hansı ki, dəmir yığanlardan məsəl üçün deyirəm da, nə qaydada satın ala bilərlər. Bunlar nəqsiz ala bilməz. Yəni, digərlərini, yəni sırf bunlar nəqd ala bilərlər. Niyə? Çünki bu şəxslər ərazini gəzirlər, eləyirlər, dəmir yığırlar, gətirib satırlar. Və 5% vergisini ödəyirlər. Çünki bunlar biraz, yəni bunları mexanizm çətin, cəlb eləmək çətin. Bunlar kənd təsərrüfatı məhsulları daxildir. Görmüsünüz, əraziyə yeşil pomidor yığıbdılar, oturub buna post terminal apar, nə bilim, bunu bank hesabını ödə, bu çətin olur. Onca deyir ki, bunlar nəq qaydada alına bilər. Nəq qaydada alına bilər. Bunlar nələr daxildir? Kənd təsərrüfatı məhsulları daxildir. Əlvan metal, qara metal qırıntıları daxildir. Bax, qara metal qırıntıları daxildir. Əlvan və qara metal qırıntıları daxildir. Utilizasiya, yəni təkrar istehsal məqsəd üçün kağız, şüşə, plastik məmulatlar daxildir. Bunlar təkrar yemək. Və utilizasiya məqsədi işləmiş şinlər, yəni şinlər nə? Təkərlər daxildir. Bunların hamısı nəq qaydada alına bilər. Nəq qaydada alına bilər və nəq qaydada alınarkən nə olacaq? Yəni onu fizik şəxs aparıb vergi ödəyici kimi vönlü olan şəxsə satanda 5% vergi ödəməlidir.
Sonra gəlir vergisindən azad olmalar və güzəştlər. 102-ci maddə. Deyir ki, aşağıdakı şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azad. Məsələn, deyir ki, təqvim il ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar azad. Deyir ki, yəni bunlar azaddır, gəlir vergisindən azad. Təbii ki, bunun ancaq sənədi olmalıdır da. Məsəl üçün, miras məsələsidir. Bilinir ki, miras üçün nə lazımdır? Miras sənədi lazımdır. Bir dəfəlik müavinət ola bilər. Nə ilə bağlı ola bilər? Məsələn, yəni dövlət tərəfindən ona bir dəfəlik müavinət verilir. Maddi yardım ola bilər. Yəni dövlət tərəfindən ona bir məsəl, yəni bir hədiyyə ola bilər məsəl üçün. Hədiyyə təqdim alır, bu hədiyyədir. Yəni bunlar azaddır. Sonra bunu izah üçün 102.1.3-ü izah üçün izah eləyəcək. Bunun alt maddələr necə izah eləyəcək? Tamam, deyir azaddır, ancaq onun meyarlar müəyyən edir. Deyir ki, hədiyyələrin, təhsil haqlarının, ödəmək üçün maddi yardımın, bir dəfəlik müavinətin hansı hissəsi 2500 manata qədər olan hissəsi. Mirasların dəyərində 20 manata olan hissəsi azad. Yəni onunla bağlı bir vergi olmur. Tutaq üçün elə bir məsəl üçün mirasların dəyəri 50.000 manatdırsa, nə olacaq? Onun 20.000 manata çıxılacaq. Ona görə məsəl üçün gəlir vergisi hesablanacaq. Və yaxud maddi yardım ola bilər, bir dəfəlik müavinət ola bilər. Bununla bağlı 2500 manata olan hissəsi. Həmçinin deyək ki, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahi əməliyyat haqqını ödəmək üçün maddi yardım olsun. Bir dəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi. Görürsünüz, 10.000 manatadək olan hissəsi. Xaricdə müalicə haqlarının isə 50.000 manatadək olan hissəsi azaddır. Təbii ki, azad olması nə olmalıdır? Müvafiq sənədlər olmalıdır. Köçürmə sənədlər filan olmalıdır hamısı. Sonra məsələn, burada deyir ki, hədiyyə, təkrar burada, yəni burada hədiyyə, maddi yardım və miras vergi ödədən ailə üzvlərinin alındıqda. Ailə üzvlərinin alındıqda onun tam dəyəri azaddır. Tutaq ki, fizik şəxsin valideynlər tərəfindən məsələn 100.000 manat, yəni dəyərin mənzil miras qalıbdır. Qardaş tərəfindən də məsələn 20 manat dəyərində ticari obyekti ona hədiyyə edilibdir. Bu zaman mənzil və ticari obyektin dəyəri gəlir vergisindən azaddır. Azad ediləcək. Çünki niyə? Güzəşt hüququ verən sənədlər hansılardır? Məsələn, ailə üzvlərinin barədə təsdiq edən sənədlər. Doğum haqqında şəhadətnamə olur. Niyə? Çünki doğum haqqında şəhadətnamədə hər ikisinin ata-anasının adı göstərilir ona görə. Və ya nikah haqqında məsələn şəhadətnamə olur. Məsələn, bunlar. Mirasının da verilməsinə bağlı sənədlər olur. Sonra, məsələn, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardım 20.000 manatadək olan hissəsi azad. Maddi yardımın söhbət gedir, azaddır. Bu azad olmalar bizim üçün mühümdür. Bu iş həyatında rast gəlməyə bilər. Ancaq, yəni, tutaq ki, sizin bir işçiniz olar, onun ailə üzvlərindən, məsəl üçün, atası və anası şəhid ola bilər. O zaman sizdən soruşa bilər. Siz də yol göstərə bilərsiniz. 20.000 manatadək olan hissəsi azaddır. Və ya sizin özünüzdə də lazım ola bilər. Burada demişdim də, vergi məcəlləsi elədir, universitet hər yönə baxır. Sonra, məsəl üçün, hərbi əməliyyatlar nəticəsində 50 müəyyən edilmiş hərbi qulluqçular və mülki şəxslərin əldə etdiyi yenə maddi yardımın 20.000 manatadək olan hissəsi. Yenə azad məsələsidir. Sonra, alimentlər. İş həyatında ən çox lazım olacaq yerlərdən biridir.
bəzən yəni ərlə arvad boşanır və bir də görürsünüz ki, sizə bir sənəd gəlib ki, yəni postdan sənəd gəlib ki, yəni bundan alimenti tutun ödəyin. Təbii ki, məhkəmə qərarı olur bununla bağlı. Məhkəmə qərarı olur. Tutaq ki, alimentlər gəlir vergisini azad. Necə azaddır? Tutaq ki, dövlət müəssisəsində çalışan işçinin aylıq əmək haqqı 800 manat. Təbii ki, dövlət müəssisəsində çalışsa bilirik ki, 2500-ə kimi 14%. Nə olacaq? 800-dən 200 çıxacaq, vuracaq 14%. Eləyəcək 84 manat. 84 manatın gəlir vergisi olacaq. Məcbur dövlət sosial sığorta haqqı isə ümumi adədən qros məbləğini hesablanır. 800 vuracaq, 3-ə eləcək 24 manat. İşsizlikdən sığorta da vuracaq, məsələn, 0.5 eləyək 4 manat. Aliment nə qədər olacaq? Aliment 800 çıxılsın, 84 manat çıxsın, 24 manat çıxsın, 4 manat. Niyə? Təbii ki, mən burada indi icbari tibbi sığortanı əlavə eləməmişəm, yəni o da daxildir. Yəni 2% lap olsa o da daxildir. Burada bunlar çıxılır. Yəni birinci nə olur? Birinci dövlətin öhdəlikləri ödənilir. Bunun hamısı dövlətin öhdəlikləri. Ondan sonra isə aliment ödənilir. Birinci dövlətin öhdəlikləri. Nə olur? Bunlar çıxılır, qalır o məbləğin məsələn 1/4-nə vurulur. Bildiniz? Yəni miqdar azaldılır. Onda 1/4 nə qədər? 172 manat. Yəni 172 manat işçinin 172 manat aliment məbləğindən gəlir vergisi tutulmur. Təbii ki, bunun üçün də bizə nə lazımdır? Bizə ödəniş sənədləri lazımdır. Ki, biz bilək ki, alimentin təyin edilməsinə bağlı sənəd olmalı, bir də ödəniş sənədi olmalıdır. Ümid edirəm ki, yəni bura kimi aydındır. Tutaq ki, işçinin keçmiş həyat yoldaşı ilə işlədiyi dövlət müəssisəsində hər ayda 300 manat əmək haqqı və 172 manat aliment alır. Bu halda işçiyə ödənilən 172 manat aliment işçinin vergi tutulan gəlirinə daxil edilməyəcək. Yəni o 172 manat onun yəni həm məbləğə daxil edilmir. %102.1.6-cı maddə nədir? Fizik şəxsin əsas iş yerində. Əsas iş yeri var, digər iş yeri var. Əsas iş yeri odur ki, yəni ilk anda əmək müqaviləsi bağlanan yerdir. Bir yeni əsas iş yeridir, digər bir yerdə məsəl üçün yəni əsas iş yeri olmaya bilər. Hər hansı muzlu işlə əlaqədar etdiyi aylıq gəliri, görürsünüz, bax, bu 200 manat indi gəlir. Aylıq gəliri 2500 manatadək olduqda 200 manat. 2500-dən artıq illik gəlirsə 30.000 manatada olduqda isə nə qədər? 2400 manat. Nə deməkdir bu? Yəni, biz bura kimi xatırlayırsınızsa, hamısından 200-200 çıxırdı. 200-ü bu maddəyə görə çıxırdı. Niyə? Yəni, fizik şəxsin əsas iş yerinə hər hansı muzlu işlə əlaqədar aylıq gəliri 2500 manatadək olduqda, ona 200 manat azad olma çıxılır, onun 14% tapılır və yaxud onun 3% tapılır. İllik gəlirdə 30 manatada olduqda isə 2400 manat məbləğində. Yəni 2400 o demək ki, 12 ay vuranda, 212 ay vuranda, 212 ay vuranda bu elə 2400 eləyir, həmin 2400 manat. Sonra qiymətli daşların, metalların, yəni bunların incəsənət əsərlərinin, antik əşyalardan və vergi ödəyilən sahibkarlıq fəaliyyətinin istifadə edilmiş əmlakından, habelə o nəqd hesablaşmaların 3-5-ci maddələrində göstərən malların təqdim edilməsindən başqa, yəni deyir ki, bax, bunlardan başqa. Başqa daşınan maddi əmlakın təqdim edilməsindən gəlir. Olanda, bunlar da həmçinin yəni vergidən azaddır. Tutaq ki, fizik şəxs 10.000 manatı aldığı şəxsi kompüteri sonradan
11 min manata satıb. Əldə edilmiş məbləğdən gəlir vergisindən azad. Səbəb? Çünki ona görə ki, kompüteri buradakı maddədə qeyd edilən nə kateqori, nə qiymətli daş deyil, nə metal deyil, ya daşlar deyil, ya məmulat deyil, ya incəsənət əsəri deyil. Ancaq 50 min manata aldığı əntiq əşyasını 60 minə satdırsa, bu halda əldə edilmiş yəni 10 min manatdan gəlir vergisinə cəlb ediləcək. Yəni 10 min manatın nə olacaq? Yəni məsələn ondan yəni 14% hesablanacaqdır. Yəni bu əntiq əşya başqa bir şeydir, şəxsi kompüter başqa bir şeydir. Həmçinin dəymiş zərərin ödənilməsindən bağlı alınan kompensasiya. Tutaq ki, təbii fəlakət olub, zərər dəyib. Yəni zərərin ödənilməsi gəlir hesab edilmir, bunu biləsiniz. Yəni onunla bağlı bir kompensasiya ödənilirsə, bundan vergi tutulmur. Tutaq ki, fizik şəxsin yaşayış evi təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşübdür. Evin təmiri ilə bağlı dövlət büdcəsinə vəsait verilir. Bu vəsait gəlir vergisindən azaddır. Düşün, niyə? Bununla bağlı müvafiq icra hakimiyyəti orqanı bir sənəd verir ki, mən bunu evin təmiri ilə və ya bu qədər pul vermişəm, öz təmir edir. Bu azaddır. Bura kimi yəni ümid edirəm ki, aydındır. Sonra deyir ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər də azaddır. Bu ən mühüm belə bizim təcrübədə rast gələcəyimiz maddələrdən biridir. Kənd təsərrüfatı məhsullarının istehsalından. Kənd təsərrüfatı məhsulları demişdik, nə nəzərdə tutulur? Məsələn, heyvanların, quşların yetişdirilməsidir, bəslənməsidir. Diri şəkildə olar ki, onlardan məhsullar əldə edilir. Məsələn, nədir diri şəkildə olan? Tutaq ki, qoyundan yun əldə edirsən, toyuğun qazın tükünü əldə edirsən, toyuğun yumurtasını əldə edirsən, bu cür. Və ilkin formada, yəni fabrika kimi istifadə olunan yeni məhsullar çevrilmədən, kimyəvi tərkibini dəyişdirilmədən, yəni olan məhsullar daxil. Həmçinin bitkili məhsullar, məsəl üçün, pomidordur, xiyardır. Təbii ki, onlar abad turşu formasında eləyəcəksə, bu ilk anda kənd təsərrüfatı məhsulu hesab edilməyəcək. Alınan gəlirlər və fizik şəxsən bu fəaliyyətçi satışdan kənar gəlirləri, ha belə, kənd təsərrüfatı məhsullarının istehsalı əlaqədar fizik şəxslərə, yəni fizik şəxslər deyəndə, yəni dolay yolundan o, yəni fərdi sahibkarları nəzərdə tutulur. Dövlət büdcəsinin vəsait hesabına verilən subsidiyalar. Subsidiya nədir? Dövlət tərəfindən verilən əvəzsiz pul və digər ödəmə. Bunlar da gəlir vergisindən azad. Tutaq ki, gəlir vergisi ödəyicisi kimi olan fizik şəxs 2025-ci ildə 50 min manat kənd təsərrüfatı məhsulunun taxıl istehsal edir. Taxıl. Və 50 min manatlı taxıl istehsal edir. Sonra həmin məhsulu buğda şəklində təqdim edərək, yəni uyudur onu. Həmin məhsul buğda şəklində təqdim edərək 10 min manat gəlir əldə edir. Buğdadan da əldə etdiyi unun satışından da 45 min manat gəlir, yəni manat gəlir əldə edir. Bu halda məhsuldan buğda şəklində təqdim edərək əldə etdiyi 10 min manat məbləğ qazanc gəlir vergisindən azaddır. Niyə? Buğda kənd təsərrüfatıdır. Yəni, təbiətdən götürüb istehsal satıbdır. Və gəlir vergisindən azaddır. Ancaq un satışından əldə etdiyi 45 min manat isə gəlir vergisindən azad deyil. Nə olacaq? Ondan 20% vergi ödəyəcək. Və burada da görürsünüz, nə yazmışıq? Gəlir vergisi olan, ödəyicisi olan. Adətən fərdi sahibkarlara, yadda saxlayın yoldaşlar. Fərdi sahibkarlara, yəni adətən gəlir vergisinin ödəyicisi kimi baxılır praktikada. Çünki özü də onun dolayı olan bir fizik şəxsdir.
bu cür adlandırılır. Ancaq hüquqi şəxs olan sırf deyil mənfəət vericisi ödəyicisi. Bu zamanda orada kommersiya fəaliyyəti məşğul olduğuna görə nə olacaq? 20% vergisini ödəyəcək. Təbii ki, 10 minin üçün ödəməyəcək. Niyə o 10 minin üçün ödəməyəcək? Çünki ona görə 10 minin üçün ödəməyəcək ki, o buğda 50 minlik taxıl istehsal eləyib, 10 minin ambarından götürüb, ambarında olub 50 minlik, 10 minin götürüb manatlıq gəlir. Müəyyən qismini götürübdür, 10 min manata satıb. Satdığına görə bununla bağlı bir şey. Ancaq sonra da müəyyən hissəsində, buğdadan da müəyyən hissəsini götürüb, un istehsal eləyib, onu da satıb. Bir də buğdanı satıb 10 min manat gəlir əldə edib, bir də unu satıb 10 min manat. Buğdanın una çevrilməsi kənd təsərrüfatı hesab edilir, istehsal fəaliyyəti hesab edilir. Ancaq kənd təsərrüfatı hesab edilmir. Ona görə də kənd təsərrüfatı hesab edilmədiyinə görə nə baş verir? O ondan 20% vergisini ödəyəcək. Yəni 9 min manat gəlir vergisini ödəyəcək. Həmçinin kənd təsərrüfatı məhsuluna istehsal məşğul olan, yəni fizik şəxslər, məşğul olan rezident hüquqi şəxslər nə deməkdir? Kənd təsərrüfatı sahəsindədir, hüquqi şəxsdir. İştirakçıları olan fizik şəxslər. İştirakçısı nədir? İştirakçı anlayışını xatırlayırsınız. Payçı demişdik, səhmdar demişdik, bunlardır. Fizik şəxslərin, yəni fərdi sahibkarların. Dividend gəlirləri də 2023-cü il yanvarın birindən 4 il müddətinə, yəni 2026-cı ilin sonuna kimi azad. Həmçinin, məsəl üçün, burada şəhid statusu almış şəxslərin, valideynlərinin, dul arvadların, ərlərinin və övladlarının hər hansı muzlu işlə əlaqədar vergi tutma olan aylıq gəlir 800 manat azaldılır. Yəni, tutaq sizdə işçi ola bilər, onunla bağlı, məsəl üçün, şəhid almış şəxslərin valideynləri ola bilər. 1000 manat pul alırsa, onun avtomatik nə olacaq və 1500 manat pul alırsa, 800 manat məbləğində azaldassan, 700-dən artıq vergini tutasın. Məsələn, sənətkarlıqdır, sənətkarlıq miskərlikdir, qalayçılıqdır, saxsı məlumatlardır. Yəni, bunlarla bağlı az işlənən, yox olma ehtimalı olan, bu sahələrində məişət əşyalarının hazırlanması sahəsində fəaliyyət göstərən fizik şəxslərin gəlirləri də azaddır. Hələ ki, azad, sonra indi azad olmaz, o başqa bir məsələdir. Fizik şəxslərə kompensasiya xarakterli ödəmələr. Yəni, bunlara nələr daxildir? Deyək ki, iş vaxtı daimi yolda olan və iş gəliş-gediş səyyar xarakteri daşıyan çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzinə verilən əsas vəsaitin qanunverici nəzərdə tutulan məbləği, əlavə vəsaitin qanunvericilə tutulan məbləği, bunlar kompensasiya xarakterli ödənişlər hesab edilir. İcra hakimiyyəti orqanının verdiyi, onun qərarına əsasən müəyyən edilmiş ezamiyyə xərclər məbləğləri. Çünki bunlar kompensasiya xarakterli nə deməkdir? Yəni, sən ondan vergi tutmursan deməkdir. Ona görə ezamiyyədən vergi tutulmur. Çünki kompensasiya xarakterlidir, ona görə. Həmçinin digərə, məsələn, ağır zərərli təhlükəli işlərdə işləyən şəxslərlə olan, yəni ödənilən, bunlarla bağlı xərclər, müalicə profilaktik yeməklər, süd, xüsusi geyim, xüsusi ayaqqabı, məsələn, dənizdə işləyən şəxslər üçün xüsusi yemək verilə bilər, şua şəraitində işləyən şəxs süd verilə bilər, məsəl üçün, və ya xüsusi geyim ola bilər, məsəl üçün, yəni, məsələn, potu olsun, xüsusi bir geyim olsun, kaska olsun, məsəl üçün, bunlarla bağlı olan, yəni, pul verilə bilər, ged əlcək əla özər, məsəl üçün. Bunlar da nə hesab edilir və yaxud müəssisənin özü bununla bağlı, məsəl üçün,
pul ayıra bilər də. Bunlar kompensasiya xarakterli olan ödənişlər hesab edilir. Təqaüdlərin məbləği. Deyək ki, istehsalatdan ayrılmadan təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara, magistrlara, müəssisələr təşkilatların hesabını ödən təqaüd məbləğləri. Təqaüd məbləğləri də həmçinin bura daxildir. Yəni, bunlar nədir? Kompensasiya xarakterli olan ödənişlərdir. Məsələn, təbii fəlakətdə və digər fövqəladə hallar nəticəsində ödənilən birdəfəlik yardımlar, yəni kompensasiya xarakterli ödəniş yeni ifadə edilir. Nə deməkdir? Bunların adətən vergi tutulmur. Yəni, kompensasiya eləyir də. Yəni, zərəri ödəmək, zərərin ödənilməsi gəlir hesab edilmir, qısacası. O, bu demək. İctimai təşkilatlar, xeyriyyə cəmiyyətlər və fondlar tərəfindən verilən maddi yardımlar. Yəni, bunlar da ora daxildir. Hərbiçilərlə bağlı ola bilər. Hərbiçilərlə bağlı necə ola bilər? Məsəl üçün, yəni, bunlarla bağlı ola bilər. Həmçinin, yəni, burada ifadə edir ki, vəzifə və xüsusi rütbəyə görə maaşla istisna olmaqla. Yəni, deyir, bunlar istisna olmaqla digər bütün növ əmək haqqı, mükafat və digər maddi təminatlar da kompensasiya xarakterli ödənişlər hesab edilir. İşə götürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılmasıyla bu əlaqədar ödənilən müavinətin qanunverici nəzərdə tutulan məbləği. Məsələn, nümunə göstərim, daha rahat anlaşılmasın. Tutaq ki, vergi məcəlləsinin fizik şəxslərlə bağlı yuxarıda qeyd elədik ki, kompensasiya xarakterli ödəmələri dedik ki, bunlar nə? Gəlir vergisinə azad edilir. İndi baxaq. Azərbaycan Respublikasının ordusunda qulluq edən hərbiçinin cari ayda gəliri olur, məsələn, 1000 manat. O cümlədən də 500 manat olur, məsəl üçün, vəzifə maaşı, 30 manat xüsusi rütbə üzrə maaşı. 20 manat da olubdur, məsəl üçün, bu. 200 manat da olubdur, məsəl üçün, döyüş növbətçiliyinə kimi olanlar, bir də çöl xidmətinə görə 100 manat. Bu halda qanunla müəyyən edilmiş azad olmalı və güzəştləri nəzərə almalı, aylıq gəlir vergisi 330 manat olacaq. Niyə? 500 manatdan və 30 manatdan tutacaqdır, qalanlarından tutmayacaqdır. 500-dən və 30-dan eləyəcək, ona 200-ü çıxıb, 200-ün 14%-ni hesablayacaqdır. Bununla bağlı güzəşt verən sənədlər nə ola bilər? Güzəşt verən sənədlər nə ola bilər? Təbii ki, hamısı sənəd olur. Tutaq ki, çağırış vəsiqəsi lazımdır, müavinətin ödənilməsinə bağlıdır və müvafiq əmr lazımdır. Burada qeyd edilən yarışlar, müsabiqələrlə bağlı olan 4000 manata kimi azad olma var. Yəni, bunlarla bağlı azad olmalardır. Həmçinin dövlət qulluqçusu, məsəl üçün, yəni dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə könüllü işdən çıxması əlaqədar bir dəfəlik haqq verilir. Tutaq ki, pensiya yaşına çıxıb, könüllü çıxıb. Bu zaman nə olacaq? Bu zaman ona 5000 manat pul verilirsə, bu ondan bir vergi tutulmayacaq. Bir də investisiya təşviqi sənədi nədir, yoldaşlar? Bu təşviqi sənədi nədir? Güzəşt təmin edən bir sənəddir. Deyək ki, kimlər ki, bu sənədi əldə edərsə, əldə etdiyin gəlirin 50%-i 7 il müddətinə azad ediləcək. Mikro sahibkarlıq subyekti. Biz gələn dəfə bunu daha da növbət dərsimizdə daha detallı keçəcəyik. Mənfəət vergisini keçəcəyik. Sadəcə burada veribdir. Necədir? Deyək ki, mühüm bir maddədir. Praktik ən çox istifadə edilən maddələrdən biridir. Deyək ki, bu məcəllə müəyyən edilmiş qayda gəlirlərin və xərclərin uçotunu aparır. Nə demək gəlir? Yəni, gəlirlərin xərclərin uçotunu aparmazsan, sən mikro sahibkarlığa daxil olmuşsan, yəni mütləq aparmalısan. Aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlıq fəaliyyətindən gəlirin 75% azaddır. Nə deməkdir bu? Ta ki,
14 dənə kateqoriyası var. Mikro var, kiçik var, orta var. Son gələn növbət dərslərimizin birinə keçəcəyik. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlıq ümumi gəlir olub 50 min manat. Gəlirdən çıxılan xərclər elə xərc demək. Yadda saxlayın. Elə xərclər və gəlirdən çıxılır, elə xərclər və çıxılmır. Onunla bağlı hansılar çıxılır, hansılar çıxılmır, biz onu gələcəkdə keçəcəyik. Sadəcə bu anlıq qəbul edirik ki, 50 min manat gəlir olub da 30 manat da xərc olub. Bu zaman gəlir vergisi necə olacaq? 50 mindən 30 min çıxacaq, 20 manat qalacaq. 20 manata güzəşt tətbiq edilir, 75% güzəşt tətbiq edildiyinə görə 20 minin 75%-in çıxanda qalacaq nə qədər? 75% eləcək 15 min. 75% də çıxanda qalacaq 5 min. 5 minin 20%-in vergi kimi ödəyəcək. 5 mində 20% nə deməkdir? 5 mində 20% elə 1000 deməkdir. Aşağıdakı yəni fizik şəxslər 400 manat məbləğində azaldırılır. Azaldırmaq nə deməkdir? Əmək haqqısı 1000-dirsə 400-ü çıxıb 600-dən hesablayasan gəlir vergisini. Yəni müharibə ilə bağlı müharibə iştirakçılarıdır, adların bir yazır. Vətən müharibəsi qəhrəmanlarıdır, milli qəhrəmanlardır. Yəni Sovet İttifaqı və sosial əməl qəhrəmanları bunlardır. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir. Müharibə veteranı almış şəxslərdir. Yəni bunların hamısı 400 manat məbləğə çıxılır. 1500 manat əmək haqqı alırsa 400 çıxıb 900-dən yəni gəlir vergisi hesablanır. Bunlardan isə aşağıdakı şəxslərdən isə 100 manatdan hesablanır. 100 manat. Yəni 100 manat azaldılır, ondan yəni gəlir. Məsəl üçün deyək ki, tutaq ki, məcbur köçkünə və ona bərabər tutulan şəxslər ola bilər. Normal ondan 100 manat çıxıb oradan hesablamalıdır. Bəs yaxşı, demək gəlir vergisi ilə bağlı, hətta saxlayın. Bunun cari ödəmələri var. Gəlir vergisi adətən, yəni nəyə görə ödənilir? Əmək haqqıdan tutulur. Əmək haqqı necə? Əmək haqqı aylıq olur. Aylıq olursa, demək gəlir vergisi avtomatik olaraq aylıq olur. Onun ödəmələri hər ay, yox, hər ay, yəni hər ay ödənilir. Hər ay, yəni bu hər ay başa çatdıqdan sonra 15 gün ərzində ödənilir. Tutaq ki, hər ay başa çatdıqdan sonra 15 gün ərzində ödənilir. Bu ödəmələridir. Ancaq bunun illiyi bəyannaməsi necə verilir? Bəyannamə nə deməkdir? Bəyannamə bir sənəddir. Yəni bəyan edirsən ki, mən istidən bu qədər gəlir vergisi tutmuşam, filan kəs və bəyan edirsən, hesabat kimi təqdim edir. Bəyannamə nədir? Bir hesabatdır. Hesabatı bunun rüblük təqdim edilir. Ancaq ödənişi isə aylıq edilir. Tutaq ki, əmək haqqına bu ay 36 manat tutmuşam. Bu ay hansı aydır? İyul ayıdır. Avqustun 15-nə kimi 36 manat ödəyirsən. Hesabatı nə zaman verirsən? Hesabatı 4 rübdə verilir. Ya aprel ayı verirsən, yanvar, fevral, martın hesabatını aprel ayı verirsən, ya onu yəni iyul ayı verirsən, aprel, may, iyun üçün iyul ayı verirsən,
iyul, avqust, sentyabrın üçün oktyabrın 20-sinə versən, oktyabr, noyabr, dekabrın üçün isə yanvarın 20-sinə kimi təqdim edirsən. Recording stopped.